rozvul eləmişik. Burasına Zərvurov xanım ideyasını verib. Çox qəşəngdir. Aynı uçda tək əl yox, ayaq da olunur. Yəni tək əl yox, ayaq da eləyə bilərsin. Ayağımı da eləyib, onu da sizlərlə bölüşəcəm. Yəni əllərinə sağlıq bacı. Bu qızın səliqəsindən yoxdur. Bu arada Aynur da, Cunlar da, Xəyalə də, bütün nəslin çox bura gəlir. Bəli. Instagramda çək. Qızlar, deməli, gözəlsizdir. Doktorum bizi saçını komplektir, amma gözəldir. Bayaqdan Allah hamd olsun, qızlar, saat 5'e işləyib. Tezlərindən buradayım. Doktor dedicək, dedim yox. Doktor o qədər gözəl, tərifləmək olmasın, çox gözəl müayinə edir, çox gözəl, hədsiz dərəcədə də, yəni. Ona görə yəni növbəsinə düşmə çox çətin. 45-ci adamın, qızlarında 45-ci adam olaraq gəlirəm. Təsəvvürün bu gün doktor bir 60 nəfər yola salır. Onunla da deyir ki, rəsatçın, görün də biz nə var. Doktor, sən bu qədər adam yola salmışsan, necə olsun? İndi qızlar, gəlmişik yoxlanışa. Həd satmayın. Cüz əqqabda sən. Rahatsızlıq harada var? İndi qızlar, görək Allahın izni ilə vəziyyət necədir? Soyadımız Məmmədzadə. Deməli, günümüzün əslində, belə deyəcəm, çox xoşa gəlməyən bir haldır. Amma ki, əziz xanımlarımız, hamilələrimiz və bizim tək xəstələrimizə aid deyil, bu hər bir ailəyə aiddir. Əgər hamiləykən yıxılırsınızsa, hamiləykən təzyiqiniz qalxırsa, cüzi bir şikayətiniz ürəkbulanmadır, qızdırmadır, bədənəniz səpkiləriniz varsa, bu haqda sizin məlumatınız mütləq və mütləq həkimə olmalıdır. Sadət bir, bu 10 gün var, hər saat mənə zəng eləmişdi, sadət yıxılmışdı. Mənə dedi ki, doktor, mən yıxılmışam və mən özümü narahat hiss edirəm. Deyirəm, qızım, gəl ilə bir özü eləyək və bu günləri gecikdirib gəlibdir. Yəni, bu günləri özü elədi, bizim ürək döyüntümüz yoxdur. Amma ki, dediyim kimi, əgər şikayətlərimiz varsa, mütləq və mütləq həkiminizlə məsləhətləşməlisiniz ki, sabah bugünkü, belə deyil, o problemi aradan götürə bilirsə, bugün götürməliyik, sabah saxlamamalıyıq. Bu, hər kəsə aiddir, tək mənim xəstələrimə aid deyil. Ona görə, doktora bax, yenə deyirəm, bu durumda özün möhkəm aparmalısan. Yəni, sənə əslində bu şikayətlə bağlı biz yerə qabaqcı tədbirlər görək. Yaxşı mı? Ağlama deyilən, hər şeyimiz yaxşı olur. Valla o qədər uşaqların olacaqdır, o milis kimi uşaqların, sənin başına oynaşan uşaqların. Düzdür, bunu qəbulamaq çox çətindir. Çünki anasan, hər kəs ana ola bilmir. Amma ana olan bunu başa düşəcək ki, bu nə deməkdir. İnşallah növbəti 3 aydan sonra biz səndən yenidən sağlam uşaq, inşallah sağlam bir hamili tanışdıracağıq. İnşallah. Yaxşı mı? Burada qızlara demək istəyirəm ki, dəyərli dostlara, çalışın vaxtında həkimə müraciət edib, vaxtında gəlib. Sonra belə olmaz. Can, bu qədər.